Hansısa bir məclisə gedirsən, səndən soruşanda ki, nə işləyirsən, deyirsən ki, vəkil, ilk sualları bu olur. Hakim niyə olmursan? Prokuror niyə olmursan? Halbuki həmin adamların çoxusu sosial şəbəkələrdə ağızları köpüklənə nifrət dolu sözlərlə hakimlərdən, prokurorlardan, ədalətsiz qərarlardan danışırlar. Bax, bu qədər ikiyüzlü bir cəmiyyətdə yaşayırıq. Tənqidlə, nifrət dolu danışdıqları bir vəzifəni özlərinə çatanda yağbal kimi qəbul etməyə hazırdılar. Həmin insanlar ən təhlükəli insanlardır. Özləri də çox yaxşı bilir ki, həmin vəzifələrə gəlsələr, tənqid etdiyi insanlardan daha çox çapıb talayacaq, millətin qanını içəcəklər. Nə qədər ki, cəmiyyətimizdə belə ikiyüzlülük, ikili standartlar var, hər kəs təhlükədədir. Hüquq sistemində qeyri-müəyyənlik de facto konstitusyon və konvensiyon hüquqların ölməsi deməkdir. Diqqətiniz üçün təşəkkür edirəm.